Salam hörmətli YouTube izləyiciləri, hər kəsi yeni videoda xoş gördük. Bildiyiniz kimi, əvvəlki videoda informasiya texnologiyaları nədir, informasiya texnologiyaları haqqında məlumatlar vermişdik, kompüter haqqında ümumi məlumatlar, kompüterin əsas hissələri və köməkçi hissələri, ümumiyyətlə kompüter nədir, bu haqda danışmışdıq. Yeni videomuzda isə kompüterin yaddaş növlərindən, yəni RAM-lardan danışacağıq və RAM-ların növlərindən danışacağıq. Yeni videomuza keçməzdən əvvəl kanala abunə olmağı və daha çox izləyicilərin məlumatlanması üçün videoları bəyənməyi unutmayın. Bu videoda RAM-lar haqqında danışacağıq, ümumiyyətlə kompüterin yaddaş növləri haqqında danışacağıq. Kompüterdə yaddaş dedikdə məlumatların saxlanıldığı yer nəzərdə tutulur. Yaddaşlar ümumilikdə iki yerə bölünür. Daxili yaddaş, primary memory və xarici yaddaş, secondary memory. Bu videoda əsas diqqətimizi daxili yaddaşlara yönəldəcəyik. RAM və ROM-lardan danışacağıq. RAM nədir? RAM Random Access Memory, yəni Azərbaycan dilinə operativ yaddaş və ya müvəqqəti yaddaş kimi tərcümə olunur. Kompüterdə biz proqram açan zaman, məsəl üçün Chrome-da, Word-də, YouTube-da və s. bu proqramlar işləmək üçün öz məlumatlarını RAM-a yükləyir. RAM kompüterin sürətli işləməsi üçün çox vacibdir. RAM nə qədər çox olsa, kompüter daha sürətli işləyər. Daha çox proqramı eyni anda aça bilərik, oyunları daha rahat oynaya bilərik, donmalar azalar. RAM müvəqqəti yaddaşdır dedik. Yəni bu nə deməkdir? Biz Word-də bir yazı yazan zaman və yaxud da PowerPoint-da bir slayd hazırlayan zaman bilmədən və yaxud da qəfildən əlimiz dəyərək həmin gördüyümüz işi X vurub bağlaya bilərik və yaxud da bizdən asılı olmayan səbəblərdən elektrik enerjisi kəsilə bilər və kompüter sönə bilər. Bu halda bizim gördüyümüz işlər silinir. ROM nədir? ROM Read Only Memory, daimi yaddaş deməkdir. Azərbaycan dilinə belə tərcümə olunur. ROM kompüter açılan kimi lazım olan əsas məlumatları saxlayan yaddaşdır. ROM kompüter necə işə düşsün, sistemin hansı cihazları tanısın, hard disk, klaviatura, mouse işləsin kimi işləri görür. RAM-dan fərqli olaraq kompüter sönsə də ROM-da olan məlumatlar silinmir. ROM məlumatları dəyişmək çətindir. Adından da göründüyü kimi əsasən yalnız oxumaq üçündür. İndi isə RAM və ROM arasındakı fərqlərə baxaq. RAM dedik müvəqqəti yaddaşdır. Kompüter işləyərkən istifadə olunur, sürətlidir, amma məlumatlar silinir. ROM isə daimi yaddaşdır. Kompüterin açılması üçün lazımdır. Məlumatlar silinmir. Əsas sistem məlumatları saxlanılır. RAM növlərindən və həcmlərindən danışsaq, RAM kompüterin işləyərkən istifadə etdiyi ən vacib yaddaşlardan biridir. RAM nə qədər güclü və böyük olsa, kompüter bir o qədər sürətli işləyər. RAM-ların sürəti megahertzlərlə ölçülür. RAM-ın növləri əsasən texnologiyasına və istifadə olunduğu cihaz növünə görə fərqlənir. Ən məşhur RAM növləri DDR, Double Data Rate RAM-lardır. Bunların özünün də fərqli növləri var. DDR1, DDR2, DDR3, DDR4 və DDR5. DDR1 ən köhnə RAM növüdür. Artıq demək olar ki, istifadə olunmur. Köhnə kompüterlərdə istifadə olunurdu və sürəti çox aşağıdır. DDR2 DDR1-dən daha yaxşı RAM sayılır, amma yenə də köhnədir. 2000-ci illərin ortalarında istifadə olunurdu. İndi çox az sistemdə rast gəlinir. DDR3 uzun müddət ən çox istifadə olunan RAM növü idi. Normal sürəti var idi. Köhnə və orta səviyyəli kompüterlərdə olurdu. Hətta indilərdə də bəzi kompüterlərdə, PC-lərdə DDR3-lərə rast gəlmək mümkündür. Sürəti 1333 MHz və 1600 MHz-dir. DDR4 hazırda ən geniş yayılmış RAM növüdür. DDR3-dən daha sürətlidir. Oyun və iş kompüterlərində çox istifadə olunur. Sürəti 2400, 2666, 3200, 3600 MHz-dir. DDR5 isə ən yeni RAM texnologiyasıdır. DDR4-dən daha sürətlidir, daha çox performans verir. Yeni ana platalarda, yəni motherboardlarda işləyir. Sürəti 4800, 5200 və 6000 MHz və daha yuxarı olur. RAM-ın sürəti nə qədər yüksək olarsa, kompüter daha sürətli işləyər dedik. Proqramları daha tez açar, oyunlarda performanslar daha yüksək olar.
sistem daha axıcı işləyər və kompüterlərinizdə donmalar azalar. RAM-lar cihaz növlərinə görə də fərqlənirlər. DIMM RAM-lar və SODIMM RAM-lar. DIMM RAM-lar Dual Inline Memory Module RAM adlanır. Bu RAM-lar masaüstü kompüterlərdə istifadə olunur, yəni personalnilərdə. Ölçüsü uzundur. SODIMM RAM-lar isə Small Outline Dual Inline Memory Module adlanır. Daha çox laptoplarda və notebooklarda istifadə olunur. Laptop və notebooklar üçün nəzərdə tutulub. Ölçüləri isə DIMM RAM-lardan fərqli olaraq daha qısadır. RAM-lar həcmlərinə görə də fərqlənirlər. RAM həcmləri gigabayt ilə ölçülür. Ən çox rast gəldiyimiz və istifadə etdiyimiz RAM həcmləri 2 GB, 4 GB, 8 GB, 16 GB, 32 GB və 64 GB. 2 GB-lıq RAM-lar demək olar ki, artıq satışda yoxdur. 4 GB-lıq RAM-lar isə çox zəif sayılır. Ofis proqramları üçün, internet üçün istifadə olunur. 8 GB-lıq RAM-lar isə gündəlik istifadə üçün, onlayn dərslərə, ofis proqramlarının işlədilməsində və orta səviyyəli oyunları da dəstəkləyir. 16 GB-lıq RAM-lar isə video montaj proqramlarında, oyunlar üçün, eyni anda bir neçə proqramı açmaq üçün ideal seçimdir. 32 GB-lıq RAM-lar isə dizayn proqramları üçün, ağır qrafikalı oyunlar üçün, video montaj proqramları üçün istifadə oluna bilər. 64 GB-lıq RAM-lar isə serverlərdə render proqramları üçün, 3D proqramlar üçün, bir sözlə desək 64 GB-lıq RAM-lar bütün hər şeyi dəstəkləyir, bütün proqramları dəstəkləyir. RAM-lar ana platanın üzərində olur və ana platanın üzərində RAM slotlarına taxılır. Bu slotlar single channel, tək, yəni təkli yuva və yaxud da dual channel, cüt yuva olaraq rast gəlinir bu slotlara. Yəni bu nə deməkdir? Bizim istifadə etdiyimiz sistem blokunda ana platanın üzərində çoxlu sayda slotlar ola bilər. Yəni 4 slotumuz ola bilər. Biz bura 4 ədəd 8 GB-lıq RAM taxa bilərik və yaxud da təkli slotumuz ola bilər. Biz bura 32 GB-lıq RAM əlavə edə bilərik və yaxud da 2 slot ola bilər. 16 GB-lıq RAM-lar əlavə edə bilərik. RAM-lardan danışdıq. İndi isə bu RAM-ların xətaları haqqında danışaq. Bildiyimiz kimi biz kompüter istifadə etdiyimiz müddətdə bir müddət istifadə edirik və bizə xətalar baş verməyə başlayır. Kompüter artıq sıradan çıxmağa başlayır və bu xətaları alarkən də ən böyük xətalardan biri də, ən çox rastlaşdığımız xətalardan biri də RAM xətasıdır. Necə anlaya bilərik ki, bu xəta RAM xətasıdır? RAM xətası kompüter düzgün işləmədikdə, kompüterin məlumatları düzgün oxuya bilmədikdə və nəticədə sistemdə donmalar başlayır. Mavi ekran və dayanmadan restart kimi problemlər yaranır. RAM xətası iki formada ola bilər. Fiziki problem, yəni RAM zədələnə bilər və yaxud da uyğunsuzluq problemi, yəni ya biz PC-miz üçün və yaxud da notebook'umuz üçün, laptopumuz üçün RAM-ı düzgün seçməmişik. Ən məşhur RAM xətası isə mavi ekran, blue screen dediyimiz mavi ekran xətasıdır və bu zaman kompüter tez-tez restart getməyə başlayır, restart olmağa başlayır. Başqa xətalardan biri isə bip səs kodlarıdır. Yəni, bu necə olur? Bəlkə də qarşılaşmışsınız. Kompüteri işə salan zaman, kompüterdə deyək ki, bizim ana platamızda və yaxud da laptopumuzda birdən çox RAM var. Bu zaman, kompüter işə düşən zaman, kompüterdə bip səs kodları deyə bir səs eşidilir. Bip, bip deyə belə səslər gəlməyə başlayır. Bu qısa səs də ola bilər. Bir qısa, iki uzun səs də ola bilər. Bu səsi hətta belə deyək, belə göstərə də bilərik. Bu zaman biz bu xətanı necə aradan qaldıra bilərik? Əgər bayaq da dediyimiz kimi bizim kompüterimizdə, istifadə etdiyimiz kompüterimizdə laptop ola bilər, PC ola bilər. Birdən artıq RAM varsa,
biz bu hansı RAMın zədələndiyini bilməyimiz üçün ilk öncə RAMları slotlarından ayırmalıyıq. Onu da nəzərinizə çatdırım ki, əgər bizim laptop və yaxud da PC-mizdə birdən artıq RAM varsa və bu RAMlardan biri zədələnibsə, digər ikisi və yaxud da üçü və yaxud da digər biri işləyirsə, yenə də RAM xətası almağa davam edəcək. Nə vaxta kimi ki, bu problem aradan qalxacaq, biz həmin zədələnmiş RAMı tapıb, həmin slotdan çıxartmayana kimi biz bu RAM xətasını almağa davam edəcəyik. Biz bunun üçün nə etməliyik? PC-də və yaxud da notebookda kompüterdən RAMların birdən artıqdırsa, yəni 2 və daha çoxdursa, həmin kompüterdə RAMları bir-bir çıxardırıq. Ən sadə üsullardan biri. RAMları bir-bir taxıb yoxlayırıq. Əgər tapdığımız xətalı RAM taxıldığı halda kompüter açılmayacaqsa və digər RAMları taxdıqda kompüter açılacaqsa, bu o deməkdir ki, biz artıq xətalı, zədəli RAMı tapmış oluruq. Digər vasitə isə RAMın zədələndiyini yoxlamaq üçün kompüterimizdə Start düyməsindən Windows Memory Diagnostics deyə bir proqram var. Bunu işə salıb buradan RAMın xarab olub zədələndiyini və yaxud da işləy olduğuna baxa bilərik. Digər halda isə memtest 86 proqramı ilə test etmək olar. Bu proqramda burada sizin üçün göstərə bilərəm. Memtest 86 yazırıq Google-da. Belə bir proqramdır memtest 86. Bu proqramı biz əvvəlcə kompüterimizə yükləyirik. Memtest 86 proqramı belə bir proqramdır. Bunu kompüterimizə yükləyirik, download edirik. Daha sonra isə işə salırıq və bizə bu proqramı işə saldıqda memtest proqramı bizə RAMın errorlarını ekranımıza göstərəcək bu şəkildə və biz də hansı RAMımızın problemli olduğunu buradan görə biləcəyik. Və burada görürsünüz, slotlarını da göstərir artıq. Hansı RAMlarda problem var deyə onu göstərir bizə. SRAM nədir? SRAM Static Random Access Memory, yəni statik operativ yaddaş deməkdir. SRAM kompüterdə ən çox cache memory, yəni cache yaddaş kimi istifadə olunur. Yəni cache yaddaş kimi istifadə olunur dedikdə nə nəzərdə tutulur? CPU prosesor işləyən zaman lazım olan məlumatları SRAM-da saxlayır. CPU həmin məlumatları daha tez tapsın deyə. Məsələn, biz hər hansı bir sayta və ya linkə daxil oluruq və həmin daxil olduğumuz yerdən çıxırıq. Yenidən daxil olan zaman artıq cache-dən həmin məlumatları oxuyuruq. Burada da şəkillərdə göstərilib RAM xətaları. Ən məşhur RAM xətası olduğunu dediyimiz mavi ekran xətası burada göstərilib şəkildə və mavi ekran xətasında nə olurdu? Ekrana mavi belə bir pəncərə gəlir və kompüter, laptop olsun, PC-miz olsun, personalni kompüterimiz olsun, dayanmadan restart olmağa başlayır. Bu isə RAM errorlardan biri bip siqnal dediyimiz o siqnalların növlərinin burada açılışı var. Yəni neçə siqnalda hansı xəta olduğunu göstərir bizə. Burada isə biz RAMların növlərini görürük. DDR1, DDR2, DDR3, DDR4, DDR5. Burada isə RAMın slotlarını, burada biz RAMın 4 dənə slot görürük ana platanın üzərində və bu RAMlar da bir-birindən nə ilə fərqlənir? Diqqətlə baxsaz, burada bunların yuvalara giriş yerləri var. Hərəsində fərqli yerlərdədir və çipləri, üzərlərində olan çiplərdə fərqlər var və bunlar da RAMları bir-birindən fərqləndirir. Biz əgər DDR3 RAMı gətirib bizim ana platamızda DDR4 olan plataya taxmağa çalışsaq, təbii ki, taxa bilməyəcəyik. Buna səbəb nədir? Bax, burada gördüyünüz DDR3-ün giriş yerinin DDR4-dən fərqli olmasıdır. Hörmətli izləyicilər, bugünlük videomuz bu qədər.
Bu videoda biz kompüterin daxili yaddaş növlərindən danışdıq. Gələn videolarda görüşənədək kanala abunə olmağı, daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın.